dedim güllərimi çəkim sizə göstərim. Və bu gülləri həyətə qoya bilmirəm. Gün çox vuranda qızarır. Maşallah qəşəng əmələ gəlib. Görün maşallah nə gözəl çiçək açıb. Xanımlar mənə yazırlar ki, siz gülə necə baxırsınız, bu güldən bizdə də var, çiçək açmır. Vallahi bilmirəm. Yəni mən də hamı kimi qulluq eləyirəm, baxıram. Hər gün mən bunlarla danışıram. İnanırsınız? Yəni bir gün də olsun ki, bunlarla mən baxmasam, maraqlanmasam dayana bilmirəm. Maşallah, maşallah olsun. Çox gözəl çiçək açıb. Gülüm də dostlar, bax o güllərdəndir. Hərəsi bir rəng açır da, çəkib paylaşmışam. Görənlər görüb. Yəni, bu da onun başqa rəngidir. Hamısı fərqli-fərqli rənglərdədir. Hərəsinin fərqli-fərqli rəngi var. Bu da buradan baxın, çiçək açmaq istəyir. Bu anamın gülüdür. Canım qurban ona. Bu da onun başqa rəngidir. Baxın, üstündə də bir dənə çiçəyi var. Hər gün baxıram, təmizləyirəm. Nəsə baxırsan ki, birdən yarpaqları saralıb. Baxın, pöhrəliyir təzə-təzə. O günlər baxdım. Gördüm bunun üstündə nəsə belə ağ şeylər var. Özüm dərman düzəltdim, vurdum. İndi gedib şükür. Burada bir balaca qalıb. Hamısı görün necə belə qəşəng, jivoy, sağlamdır. Gülə baxanda xanımlar, düzü mənim həmişə fikrimi deyəm. Mənim xanımlar, düzü həmişə fikrimi deyəm olub ki, yəni gülə baxacaqsansa bax. Baxmayacaqsansa saxlama, o gülə əziyyət verməyə dəymir, valla. Yəni o da bir canlıdır da. Baxın, bu da başqa rəngidir. İndi çiçəkləri bunların hamısını quruyub. İndi təzədən çiçəkləyəcəklər. Hər gün də bax, belə gün işığına düşəndə üzü günə tərəf əyilir də. Ona görə mən dəyişdirirəm, bax, belə çevirirəm, düzəldirəm. Burada bir maraqlı şey göstərəcəm sizə. Dostlar, bu gülü bax mən ayın 6-sında Gəncənişə Şəkiyə getmişdim. Bu gülü Şəkidən gətirmişəm. İndi buna baxın siz Allah. Buna baxın, çiçəkləyir. Ay Allah. Bunu bilmirəm, indi bu yarpaqların burasında biraz belə nəsə xarab olub, quruyan kimidir. Onları kəsəm gərək. Buna baxın. Bunların burası belə kəsdim. Çox dibdən kəsmədim. Bir dənəsini kəsdim belə buradan dibdən. Dedim ki, xarab olar, heyifdir. Ay Allah. Çiçək yazsın görün bunu, maşallah. Diblərinə də gübrəli torpaq tökmüşəm. Deyim ki, onu da elə rayondan gətirdim. Bunu ümumiyyətcə kəsə bilmərəm. Burası xarabdır, amma kəsə bilmərəm. İnşallah bunu da qabını dəyişdirəcəm. Təzəkmişəm, biraz özünə gəlsin, tutsun özün. Sonra bunu da qabını dəyişdirəcəm. Heyətə yığmışam, çiçəkliyib. Bu da uzanıb, belə gedirdi. Kəsdim onu, əkdim elə. Ya bitəcək, bitməyəcək bilmirəm. Bu gülüm də çiçəkləyir. Çiçək açır. Bu da zambaqdır. Görək balacaydın da əmələ gəlir. Bu güldən də xoşum gəlir, qırılıb belə qalıb. Bu da lavrovlisdir. Əkdim yanına bitib.
Bu güldə də bilmirəm kimdə varsa yazar. Bu qəşəng qırmızıdır, çiçək açır, ancaq məndə açmıyor belə. Bu gülün. Bu da qəşəng əmələ gəlib. Biraz böyüsün, başqa qaba əkəcəm. Bu nəyim var? Bu gülüm var. Bu yanındakında yəni bu gülü çıxıb əkəcəm başqa qaba. Bu ətirşat uzandı getdi, kəsdim. Bastırdım böyrünə ki, qoy görək təzədən əmələ gəlsin də. Uzanıb gedirdi pis-pis. Bunu da qonşum vermişdi ki, tərs qırılsın. Qəşəng əmələ gəlib. Bu gün bunu niyə bilirik, bilmirəm. Bilən varsa xanımlar mənə yazsın da, mən bilmirəm. Kitaysk rozanı həyətə qoymaq olmaz günün altına. Yəni günün altına qoyandan sonra bu belə olur. Nə gördüm? Baxın, ay Allah, çiçək açacaq. Nə qəşəng. Mən deyirəm də, mənim əlim nədirsə yüngüldür də, bu güllərə düşür. Ay Allah, çiçək açacaq. Açsın görüm nə rəng açır, nə açır. Bu gül də əvvəl məndə var idi, çox qəşəng oldu. Bu niyə indi belə oldu, bilmirəm. Görüm bunu həyətə evə qoyum. Kimdə varsa mənə yazsın da, xanımlar. Bunu görüm mən evə qoyum, yoxsa bu niyə belə oldu? Heyf oldu, bu elə qəşəng pöhrəliyirdi. Bu da bu gəlinimiz verəndi, bu da neysə biraz rəngi şey olur. Gərək soracam gəlinimizdən görüm, bunu da qoyum içəri. Səhər-səhər bura gün vurur, bunları gün vurur buna görə. Bu deyərsiniz nədir, nanədir, yox nanə deyil qızlar bu. Çay nanəsidir, yəni bunu çaya tökürsən. Gətirmişdim də Şəkidən, qurutdum. Bunu da əkdim bura ki, buradan qırıb çaya alıram. Bu gülü də oradan gətirmişəm Şəkidən. Bunu da Qarabağ bilmirəm nəyə deyirdilər bu gülə, ondandır. Bunlar da rəng-bərəng açır, 7 rəngli hamısından da gətirmişəm. Səhər elə gözəl açmışdı. Qonşunun səsi deyir, belə bir dəlidilər. Bir də budur, yarısı qurudu. Amma bu qaldı. Bu da qurudu, deyəsən quruyacaq. Bu da belədir. Görəndə necə olacaq. Bu qıpqırmızı gül açır. Özlərində var idi, gözəl gül açmışdı. Bunlar nədir amma bilmirəm. Bu da qurudu. Belə dostlar, bu da mənim güllərim. Qonşunun səsi Allah göstərməsin. Elə bilgənən ki, bilmirəm nədir. Mədəniyyət mərifəti yox.